Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu khayru nasirin ve mu'in. Sallallahu ala seyyidina Muhammed ve ehl beytihi tahirin ve la'natullah ala a'daihim a'da'allah ila liqa'illah amma ba'd. Allahumma vaffiqna lima tuhibbu ve tarda. Allah'ın lütfi inayetiyle inşallah bugün ibrətamiz hekayetler, hadisələr bəhsində Harul Anbar kitabında qeyd olunan bir hadisə işarə edəcək. Allama Məclisi rəhmətullahi aleyh nəql edir ki, bir gün Ümmü Sələmə evində, yəni Həzrəti Rəsulun hər gün bir xanımının evində qalırdı. Həmin gündə Həzrəti Ümmü Sələmənin evindəydi. Ümmü Sələmə özü nəql edib, bir gecənin bir aləmi ayıldım, gördüm Həzrəti Rəsul yanında yoxdur. Və otağın bir küncündə üzü qibləyə oturub, kövrək halda ağlayaraq bu duanı deyir ki, İlahi, bir and olsun bizi öz başına bırakma. Bu zaman Ümmü Sələmə buyurur ki, mənim özümə ağlamaq tutur. Həzrəti Rəsul dönür arxaya baxır, deyir Ümmü Sələmə, niyə ağlayırsan? Nə oldu mənə? Deyir, mən Həzrəti Rəsula buyurdum, ey Allahın Rəsulu, sən əşrəfül ənbiyasən. Neyin ki, həm əşrəfül məxluqinsən. Allahın nə qədər məxluqu var. İstəyir peyğəmbərlər olsun, istəyir qeyri peyğəmbərlər olsun. Hamısının əşrəfi sənsən, əfzəli sənsən. Sən Allaha bu duanı deyirsən, ağlayırsansa, mən və mənim kimilər neyməsin öz halımıza. Sən bir insansan ki, səndən xəta baş vermir. Səndən xəta baş verməyən insandan sən kimi bir insan ki, ondan xəta baş vermir, o bu cür Allaha yalvarır, Allahdan kömək istəyir, vay bizim halımıza. Biz neymirik? İslam Peyğəmbəri buyurur ki, Ümmü Sələmə, hər nə məndə var, hamısı Allahın lütfüdür. Allahın verdikləridir. Və gərək bunun şükrün yerinə getirək. Və həmişə də Allahdan istəyir ki, azmayaq. Yəni, özümüzdə bir müsbət xüsusiyyət görən kimi tez qürurlanmayaq. Bunun bir yolu var, tənha bir yolu, Allahın ətəyindən yapışmaq, Allahdan həmişə yardım istəmək. İstəyir Peyğəmbər ol, istəyir qeyri Peyğəmbər. Və buyurur Həzrəti Rəsul ki, məgər bilmirsən Həzrəti Yunusin hadisəsi? Bir an öz başına qalmağı ilə Həzrəti Yunusun başına o hadisələr gəldi. Bu hadisədə bir neçə məsələ var. Biri Həzrəti Yunus əleyhissalamın hadisəsidir. Bilirsiniz ki, Həzrəti Yunus əleyhissalam öz qovmini bütpərəstlikdən çəkindirənlər istəyir və onları Allahın əmrinə, itaətinə dəvət edərkən qovmi ona müsbət cavab verir. Bir müddət bu tür təbliğindən sonra Həzrəti Yunus Allahdan hökm gəlməmiş, o özünün qənaətinə görə ki,
ki, bu ümmət daha hidayət olmayacaq, çıxırlar. Çıxır o ümmətin içindən, qovminin içindən, gedir o dənizdə o hadisə başına gəlir, böyük balığın qarnındakı o ayələrdəki zikr olur. Qalması və ondan sonra möcüzə halında oradan diri çıxması və cəmaatı da ki, bu çıxan üçün Peyğəmbər bir məsum ümmətin içində olması, ümmətə bəla gəlir. Bəla ki, gəlir, bəla gələn an bunlar bəlanın ilk mərhələsində tövbə edirlər. Hamı tövbə edir və Allah o bəlanı da bunlara göndərmir. Həzrəti Yunusun məsələsi budur ki, Allahın əmrini gözləmədən haram bir iş görmür, günah bir iş görmür. Öz qənaətini bu da bu neçə illər mən qovunu çağırıram, da hidayət olunur. Allah özü bunların da hesabını ver, əzablarını ver, bəlalarını ver, deyir, çıxır. Və bilir dedi ki, qovmundan ayrılsa bunlara bəla gələcək. Yəni, bir an özünün fikri ilə hərəkət elədi. Və o başlarda sonradan o hadisələr gəlir. Həzrəti Rəsul, bu Həzrəti Yunus əleyhissalamın hadisəsinə bizə nəzərlərimizi Həzrəti Ümmü Sələmənin yəni mistaq olaraq onu yönətməsi, bizi də o mistaqla o tərəfə yönətməsi məsələsi budur ki, bizlər hər an, hər bir iş eləyiriksə, görək o işi Allah icazə verir ya yox. O işin müqabilində Allahın fikri nədir? Biz yəni aləmə gəlmişik, Allah dediyi kimi yaşayır. Çünki bizi yaradan odur, yaşadan odur. Bizim xeyirlərimizi, zərərlərimizi bizdən yaxşı o bilir. Ona görə insan əgər öz başına qalsa, öz başından, özündən həmişə qərarlar çıxarsa özü üçün ki, Allaha söykənmədən Allahın hökmlərinə bədbəxtçiliklə çox zaman nəticələnəcək, əgər tövbəsi olmasa. Ona görə hətta İslam Peyğəmbərin bu məsələ ilə o məsələyə yönəldir bizi ki, deyir, yəni hətta mən Peyğəmbər olsam belə, məsum olsam belə, mən qürurlanmamalıyam. Və illah ki, maşallah bir dənə gecə namazı qılaq istəyir. Və illah namazı əvvəl vaxtdan qılanlarından olaq. Və illah məsələn Allah göstərməsinə alim olaq. Da maşallah hamını özümüzdən 1 kilometr aralı saxlayırıq. Hamını yuxarıdan aşağı baxırıq. Yəni, əslən, bir-iki dənə elə belə, məsələn, oradan, buradan, kitabdan bir-iki dənə səhifə bərəqləyirik. Məsələn, bir dənə alimdən filan kəsdən mən səhv tutdum. 2 dənə şey bərəqləyib, o da heç oxuduğu da düzdür indi. Alim onu yola verib, həmin adamı, bu da olmur. Da alimin abır qalmırını tökmək məclislərdə bilir görürsən. Ya məsələn, özün cəmaatı istəyir, reklam eləsin, Allah göstərməsin. İslam adı ilə İslamı vurmaq. Zaman bizlər, məsələn, zamanı xəbaricləri, vəhabiləri tənqid edirik ya başqaların, özümüz də adımız şiə ola, Əhl-i Beyt əleyh məsələn, xəbərimiz olmadan onların həyatlarını yaşayırıq. Bu şeylərdə müğayyət olar, qürurlanmayaq, özümüzü güvənməyək, yəni hər şey biz edirik. Çünki bu iş ki, hər bir şey Allahın əlindədir və Allaha həmişə bizim ehtiyacımız var, həmişə onun ətəyindən tutmalıyıq. O xeyrimizi bilir, zərərimizi bilir. O belə bir Allah ki, qəbul eləmişik, biz özümüzə təkə verə bilmərik. Biz nə bilirik özümüzdən? Əqaid dərslərində o bəhsləri açmışıq da, dünya görüşü bəhsləri. Ona görə bizlər də İslam Peyğəmbərin bu hadisəsindən ibrət götürək, bir xeyr iş görəndə, bir məsələn özümüzə görə yaxşı bir iş görəndə tez qürurlanmayaq. Çünki hələ o qürurla şeytan bizim tələbimizi qurur və bizi cəhənnəmə
tərəf sürükləyir. Müğayət olaq özümüzdən, öz əməllərimizdən. Hətta yaxşı insan olsaq belə, hətta günahlardan çəkinsək belə. Hətta bəzi hədis-i qudsuda, bir də bu rivayət edeyim, sözüm sona çatır. Hədis-i qudsuda məsumlarımızdan var, deyir, o insanlar ki, bu fikirlə ibadət əhli kimi məşhurdurlar, insanlar içində çox zaman bu cür insanlar əslində riya xəstəliyindən tutulur. Məsum buyurur, Allahın günah edən bəndəsi əfsandır bunlardan. Aşkarda günah edən bəndəsi bu cür yalandan üzdə özünü dindar kimi göstərib, ibadət əhli kimi göstərənlərdən əfsandır. Amma bu sözüm dahi o kəslərin əlində bir fürsət olmasın ki, desin, biz daha aşkarda günah, biz o birilərdən üstünlük veririk. Yox. Əsl dindarlardan yox, əsl ibadət əhlindən yox. O gözə girən ibadət əhlindən. Bəli, o cür insanlar özlərini müqayisə edə bilərlər. Söhbət budur, Allahın tərazisində özümüzü müqayisə edir. Elə bir müqadə kifayət edər. Elhamdülillahi Rabbil aləmin. Sallallahu ala seyyidina Muhammed və əhl-i beyt.